Bütün reseptlərin önünə keçəcək ən iddialı badımcan ikrasının reseptini bölüşürəm. İlk öncə tərəvəzlərimizi yaxşıca yuyub soba-listinə yerləşdiririk. Pomidorların üzərinə belə kəsiklər atırıq ki, soyarkən rahat olsun. Tərəvəzlərimizi sobanın alt-üst rejimində 200 dərəcədə közləyirik. Soyulmağı asan olsun deyə pinqvin paketlərə yığıb ağzını möhkəmcə bağlayırıq. O sırada soğanı və kökü ət maşınından keçiririk. Qeyd edim ki, soğanın çıxan suyunu atırıq. Ərzaqların miqdarını açıqlama bölümündə qeyd etmişəm. Qızdırdığımız yağa soğanı əlavə edib biraz qovurduqdan sonra kökləri əlavə edirik. Közlədiyimiz tərəvəzləri də bir-bir ət maşınından keçiririk. Badımcanları da qazana əlavə edib biraz qovurduqdan sonra bibərləri əlavə edib yenidən qovururam. Ən sonda pomidorları əlavə edirəm. Bir şeyi də nəzərinizə çatdırım ki, pomidorlarınız əgər çox sulu pomidordursa, soyarkən və yaxud çəkərkən artıq qalan suyunu qazana əlavə etməyin. Yalnız mətini əlavə edin. Bu zaman ikranız tez yağa düşəcək. İkramız göz-göz olduqda bura şəkəri, duzu əlavə edib yenidən bişməyə qoyuruq. İkramız yağa düşüb artıq hazırdır. Steril etdiyim bankalara yığıb qapağını möhkəmcə bağlayıram və adyala büküb soyana qədər gözlədirik. Videonu yaddaşa verib takib etməyi unutma.